Sen de prezident olsaydın, oğlunu müharibeye göndermezdin. Sen de onun yerine olsaydın, büdceden götürerdin. Hükümet ne edirse düz edir. Sen bilmezsen. Başını aşağı sal, öz işini gör. Siyaset bizlik değil. Vəsair və ilaxır. Bu cür ifadələr mənə Aldous Huxley'in O Gözəl Yeni Dünya adlı distopik əsərini xatırladır. Əliyev rejimi bu növbətçi sözləri bizim cəmiyyətin şuuraltısına sanki o əsərdəki hipnopediya vasitəsilə yeridib, xalqın əksəriyyətindən deltalar, epsilonlar formalaşdırmağa çalışır. Bu kateqoriya insanlar balaca insan rolunu könüllü qəbul edib, xüsusi şəraitdə elit məktəblərdə yetişdirilən alfaların bütün etdiklərini təbii hesab edirlər. Bu cinayətlərə etiraz edən, azad düşüncəli, ədalətli insanlar isə onların gözündə vəhşi conlardır. Əslində bu təəccüblü deyil. Biz qalibik, bizi dünyada tanıyırlar kimi somatik uyuşturucu qəbul edən cəmiyyətdə bu kateqoriyaların artması təbii haldır. Sual budur ki, Azərbaycan adlı inkubatoriyada nə qədər insan bu Bokanovskiləşdirməyə razıdır? Yeri gəlmişkən, siyasi düşüncəsini itiləşdirmək istəyən hər bir həmvətənimə Huxley'nin bu əsərini oxumağı tövsiyə edirəm. Digər platformalarda da Vətəndaş X yazın və məni tapın. Xüsusən Telegramdan izləyin.